Salam əziz izləyicilər. Bugün keçirilən sınaq imtahanının izahını paylaşıram. 31-ci sualda deyir ki, quraq iqlimə malik ərazilərdə müvəqqəti axarların təsiri ilə yaranan relyef formaları adlanır. Biz bilirik ki, quraq iqlimə malik ərazilərdə müvəqqəti axan suların yaratdığı relyef formalarına arid denudasyon relyef formaları deyir ki, bu da E variantına uyğun gəlir. 32-ci sualda deyir ki, Eyler-Venn diaqramına uyğun bənləri müəyyən edin. Ural dağları və Atlas dağları. Deməli, iki yarımkürədə yerləşir. Bu fikir Ural dağlarına aiddir. Niyə? Çünki Atlas dağlarının üzərindən Greenwich meridianı keçdiyi üçün üç yarımkürədə yerləşir. Şimal yarımkürəsində yerləşir hər ikisi. Cavan dağdır hansı? Əlbəttə ki, Atlas dağları. Alp qırışıqlığında formalaşmışdır nə? Atlas dağları. Fəaliyyətdə olan vulkanlar mövcud deyil. Hər ikisində hansısa faal bir vulkan mövcud deyil. Ona görə də 5-i orta cəhət kimi yazırıq. Kaledon Hersin qırışıqlığında formalaşmışdır hansı? Təbii ki də Ural dağları 6. Deməli 1, 6, 3, 4 cavab olacaq 1, 6, 3, 4, 2, 5. Yəni D variantı. 33-cü sual deyir ki, Avstraliyanın qərb hissəsinin filiz mənşəli faydalı qazlarla zəngin olmasının səbəbi. Biz bilirik ki, bəli, həqiqətən də Avstraliyanın qərb hissəsi filiz mənşəli faydalı qazlarla zəngindir. Xüsusən də dəmir filizi, qızıl və s. Niyə? Çünki Avstraliyanın qərbində yayla var. Yəni platformanın qalxan hissəsi. Biz bilirdik də platformanın qalxan hissəsində kristallik süxurlar səthə yaxın yerləşdiyi üçün filiz mənşəli faydalı qazıntılar geniş yayılır. Əlamətlər okean dibinin hansı, deməli, okean dibi relyefinin hansı hissəsinə aiddir? Deməli, qranit qata malikdir. Biz bilirik ki, qranit qat olur sadəcə, deməli, materik dayazlığında və materik yamacında. Artıq materik ətəyində qranit qat yoxa çıxır. Zəngin neft və qaz ehtiyatları harda olur? Şelf. Şelf nədir? Materik dayazlığı. Materikin sualtı davamından 200 metrə qədər, yəni 0-200 metr arası hündürlüyü əhatə edir ki, söhbət şelfdən gedir. Şelf də nədir? Materik dayazlığı. Cavab olacaq burada C variantı. Sadəcə denudasyon mənşəli düzənlikləri müəyyən edin. Denudasyon mənşəli düzənliklər nədir? Yayla və yüksəkliklər. Yəni ovalıqları çıxırıq. Məsələn, La Plata, Mississippi, Küraraz, Qərbi Sibir, Turan, Mesopotamiya ovalıqları çıxsa, qalacaq Dekan yaylası, Braziliya yaylası və Orta Sibir yaylası. Variant olacaq E. 36-cı sualda deyir ki, plana əsasən yanlış fikri müəyyən edin. Deməli, diqqətli olmalıyıq, yanlış fikri seçməliyik. Ərazinin cənub-qərb hissəsində meyvə bağı salınmışdır. Baxırıq, ərazinin cənub-qərbində bu işarə meyvə bağıdır, bəli. Çayın üzərində metal körpü. Baxırıq, varmı? Bəli, həm metal körpü var, həm də taxta körpü var. Çayın sahili boyu qumluqlar yayılmışdır. Baxırıq, xeyr, çayın sahili boyu çəmənliklər yayılmışdır. Deməli, demək C variantı yanlışdır. Ərazidə kolluqlar inkişaf edibmi? Bəli, kolluqlar da var. Ərazidə qarışıq meşələr yayılmışdır. Bəli, həm iynəyarpaqlı, həm də enliyarpaqlı ağaclar olduğu üçün qarışıq meşələr də var. Cavabımız C variantıdır. 37. Qafqaz dağlarının yaranmasının səbəbi. Qafqaz dağları Ərəbistan tavasının, Ərəbistanın Avrasiya ilə toqquşması nəticəsində formalaşmışdır. Yəni iki materik tipli litosfer tavalarının konvergent, yəni toqquşma zonasında yerləşir ki, burada da cavab E variantı olacaq. Hər hansı bir ərazinin relyef profilinin hazırlanması coğrafiya elminin hansı tədqiqat metoduna aiddir? Deməli, relyef profilini hazırlamaq, model hazırlamaq, qrafik hazırlamaq, bunlar hamısı nəyə aiddir? Coğrafi modelləşməyə. Bəli, bu olacaq. Daha sonra 39. Xəritə sxemə əsasən adı doğru verilmiş coğrafi obyektdir. Deməli, baxırıq. Bir nə olmalıdır? Orinoco olmalıdır. Burada lapalata yazıb. Daha sonra 2 olmalıdır Mekong ovalığı, 2'ye yazıb Böyük Çin düzənliyi. 3 olmalı idi Mississippi ovalığı, Atlantik sahil ovalığı yazıb. 4 Efiopiya yaylasıdır və həqiqətən də Efiopiya yaylası yazıb. Və deməli 5 hardadır? Hə, 5 də böyük ehtimal Almaniya Polşa ovalığına uyğun gəlməlidir, amma burada Şərqi Avropa düzənliyi yazdığı üçün yanlışdır. Cavab olacaq A variantı. 40-da deyir ki, günəş şüaları A məntəqəsi üzərində zenitdə olarsa, aşağıda qeyd olunan məntəqələrdən hansında günəş şüaları daha kiçik bucaq altında düşər? Deməli, günəş A məntəqəsi üzərində zenitdədir. Yəni, günəş ekvator üzərində zenitdədir. Günəş şüalarının ən kiçik bucaq altında düşdüyü məntəqə isə ekvatora ən uzaq olan məntəqədir. Və sxemdə də gördüyünüz kimi ekvatora ən uzaq olan məntəqə Y məntəqəsidir. Cavab elə Y olacaq.
41. Silindrik proyeksiyada hazırlanmış xəritədə ən az təhrif olunan ərazini müəyyən edin. Silindrik proyeksiyada sıfır təhrifli xətt ekvator xətti idi. Tərifli olan ərazi də ekvatora ən yaxın ərazidir. Burada da ekvator xəttinin ən yaxın ərazi nədir? Təbii ki də Amazon ovalığı, hansı ki ekvator xətti zaten üzərindən keçir. 42-də deyir ki, xəritə sxemdə qeyd edilmiş məntəqələrdə hansı divergent zonada yerləşir? Baxırıq, 3 ümumiyyətcə havaların sərhəddi deyil, 1 də həmçinin 5 də ümumiyyətcə havaların sərhəddinə uyğun gəlmir. Burada sadəcə 4-dür. Qırmızı dəniz 1-2 Ərəbistan yarımadası Afrikadan uzaqlaşdığı üçün burada bir ayrılma zonası, yəni divergent zonası yaranır. Yəni cavab olacaq 4, yəni B variantı. 5'te deyir ki morfoskulptur relyef formalarını yaradan amil. Morfoskulpturlar eksogen mənşəli qüvvələrin təsiri ilə yaranan relyef deməli vahidləri idi. Deməli endogenləri çıxardı. Vulkan püskürməsi, endogen, zəlzələ və tektonik hərəkətlər. Yerə nə qalır? Eksorasiya. Eksorasiyada nə idi? Buzlağın fəaliyyəti. Buzlar da nədir? Xarici, yəni eksogen mənşəli qüvvə. 44'te deyir ki doğru sıraları müəyyən edin. Baxırıq. Mis Mərkəzi Afrika düzdür. Mərkəzi Afrikada yerləşən ölkə Kongo Demokratik Respublikası bəli, mis ehtiyatları ilə zəngindir. Birinci sıra düzdür. Mərkəzi Afrika Efiopiya yazıb. Əslində bu düz deyil. Daş kömür yazıb, yəni bu sıra səhvdir. Sonra neft yazıb, Meksika körfəzində neft var və bəli, ABŞ-ın təbii sərvəti olaraq neft qeyd edə bilərik. Daha sonra Şimali Afrikaya boksit yazıb. Ölkədə Misir, amma Şimali Afrika boksitle zəngin olan bir ərazi deyil. Neft olsaydı yenə düz götürmək olardı. Ural dağlarında dəmir filizi düzdür, Rusiya isə tamamilə düzdür. Deməli bizim cavabımız olacaq burada 1, 3, 5, yəni C variantı. 45'te deyir ki, qabarma elektrik stansiyasının fəaliyyət göstərdiyi ölkələr, qabarma elektrik stansiyasına görə ən məşhur ölkələr Rusya, Polşa, Almanya getməz, İndoneziya getməyəcək, Kanada, Fransa, Rusiya düzdür. Yəni bu ölkələr qeyd olunub kitabda da. 46-cı sualda deyir ki, sxemdə A və B nöqtələrinin hündürlük fərqi 75 metr olarsa, doğru ifadələri müəyyən edin. A və B nöqtələri arasında 1, 2, 3 horizontal var. 3 horizontal varsa 75'i bölürük 3'ə. Nə edəcək? 25 metr. Deməli, kəsmə yüksəkliyi 25 metrdir. Məsələn, 3-cü fikir düzdür. Daha sonra birinci fikirdədir ki, şərq yamacda səht axını daha sürətlidir. Dik olduğu üçün daha sürətli olacaq. Bir düzdür. Sonra 2-də deyir ki, A və B nöqtələr arasında yamacın meyli çoxdur. 2 yanlışdır, ola bilməz. Çünki az yamacın meyliliyi. C nöqtəsinin hündürlüyü 725 midir? Baxırıq, C nöqtəsi daxili horizontaldır. Yəni 742-dən kiçik olmalı. Amma eyni zamanda da 25'e qalıqsız bölünməlidir və bəli, həqiqətən də 725 metr götürülə bilər. Yəni 4 düzdür. Bizim cavabımız olacaq. Elə 1, 3, 4. Digərlərinə baxaq, mütləq hündürlük və nisbi hündürlük bərabər olmayacaq. Xeyr. Çünki 725, 700, 675, 650 və 625. Yəni eyni deyil. Çünki dağın ətəyi ancaq 0 metr hündürlükdən keçərsə, o zaman nisbi hündürlük mütləq hündürlüyə bərabər olar. Və D nöqtəsinin hündürlüyünü də biz 600, baxın yenə də 725, demək 700, 675, 650, 625. Xeyr, D nöqtəsi 625'dir. Bu da yanlışdır. Cavab A variantı. 47-ci sual 9-cu saat qurşağının orta meridianı ilə Bakı arasındakı yerli vaxt fərqini müəyyən edin. Nə edirik? 9-cu saat qurşağının orta meridianını tapırıq. 9 vur 15. Bu da eləyəcək 135 dərəcə. Ardıca 135 dərəcədən, yəni yerli vaxtı tapacağımız üçün birinci dərəcə fərqini bilməliyik. Bakı hansı uzunluqda yerləşir? 50 şərq uzunluğunda. İkisi də şərqdir, çıxırıq. 135'dən 55, deməli 50 çıxanda nə edəcək? 85 dərəcə. Düzdür. 85 dərəcə fərq var aralarında. Daha sonra biz 85 dərəcənin neçə saat və neçə dəqiqə olduğunu tapmalıyıq. 85'i bölürük 15'ə. Bu 5 dəfə bölünür. Qalıb isə qalır 10. Qalıb qalır 10. Qalığımızı da dəqiqəyə çevirək. Onu vuraq 4'ə. Edəcək 40. 5 saat tam var. Bir də 40 dəqiqə. 5 saat 40 dəqiqə olacaq bizim cavabımız. Yəni B variantı. Ardıca, yerin öz oxu ətrafında hərəkətinin coğrafi nəticələrinə aid olmayan. Qabarma və çəkilmə, bəli.
bir gün ərzində baş verir. Yerin özü ətrafında hərəkətin nəticəsidir. Bütün gecə gündüzlərinin baş verməsi yerin öz oxu ətrafında hərəkətin nəticəsində deyil də günəş ətrafında hərəkətin nəticəsində baş verir. Yəni burada cavab B-dir. Həm də bunun səbəbi e, necə deyim, yerin öz oxu ətrafında fırlanmasından çox yerin xəyali oxunun orbit müstəvisinə 66,5 dərəcə meyilli olması. Temperaturun sutka ərzində dəyişməsi bir gün ərzində olur. Sutkalı küləklər bir gün ərzində olur. Gecə və gündüzü bir-birinə əvəz etməsi bir gün ərzində olur. Yəni burada cavab B variantıdır. 49. Doğru olmayan fikri müəyyən edin. Yer öz oxu ətrafında 1 saata 15 dərəcə fırlanır, düzdür. Qərbdə yerləşən məntəqələrdə yerli vaxt, şərqdə yerləşən məntəqələrdə nisbətən geri olur, düzdür. Şərqdə zaman da ayrı əldə edilir. Günəş şüaları yer səthini şərqdən qərbə doğru işıqlandırmağa başlayır. Deməli, bəli, birinci şərqi işıqlandırır, sonra qərbi. Düzdür. Şərq zamanında daha irəlidədir qərbdən. Bütün saat qurşaqlarında yerləşən materik, söhbət Antarktidadan gedir, düzdür. Okean isə şimal buzdur. Bəli, bu ikisi qütbdə, yəni qütb nöqtəsi 90 dərəcə eniyi. Bu materik və okean üzərində yerləşdiyi üçün bütün saat qurşaqlarında yerləşəcək. Düzdür. Yerin ilk hərəkəti məntəqələr arasında yerli vaxt fərqinin yaranmasına səbəb olur. Xeyr, məntəqələr arasında yerli vaxt fərqini yaradan yerin öz oxu ətrafında hərəkət edir. Burada cavab E variantıdır. 50-ci sualda deyir ki, başlanğıc meridiyanda 30 və 60 dərəcə paralel boyu 40 dərəcə hərəkət edən təyyarələrin qət etdiyi məsafələr arasındakı fərqi hesablayın. Nəzərə alın ki, 30 dərəcə paraleldə 1 dərəcəlik paralel qövsü 96,5 km, 60 dərəcəlik paraleldə isə 55,8 km-dir. Nə edirik? Birinci bunların fərqini tapaq da. Yəni nə edək? 96,5-dən biz çıxaq 55,8. Bu edəcək. Bunu da hesablayayım bir saniye. 96,5 çıx 55,8. Bu eləyəcək 40,7. İndi bunu da 1 dərəcəlik qövs 40,7-dir. Bəs 40 dərəcəlik qövs nə qədərdir? 40-ı vururuq 40,7. Bu da eləyəcək 1628 kilometr. Yəni testimizin cavabı olacaq 1628. Ardınca 51-ci suala baxırıq. 51-ci sualda da deyir ki, 75 dərəcə şimal enliyi, 53 dərəcə şərq uzunluğunda hərəkətə başlayan təyyarə eyni meyildən çövrəsi üzrə əvvəlcə 0 ardınca 180 dərəcə azimutla hərəkət edərək ümumilikdə 3885 kilometr yol qət etdi. Təyyarənin çatdığı məntəqənin coğrafi koordinatları müəyyən edin. Deməli, hardan başlayıb? 75 şimal enliyi və 53 dərəcə şərq uzunluğu. Toplamda nə qədər məsafə qət edib? 3885 kilometr. Gəlin bunu dərəcəyə çevirək. 3885-i böləcək nəyə? 111-ə. Çünki 1 dərəcəlik meridian qoysa 111 kilometrdir. Bu edəcək 35 dərəcə. Deməli bu, öncəliklə şimala böyük ehtimal gəlib çatıb qütbə. Ardınca digər tərəfdən, yəni digər yarım kürəyə çıxıb və orada da yerdə qalan məsafəni qət edib. İndi 75-dən 90-a neçə dərəcə qət edəcək? 15 dərəcə, düzdür? Deməli, bu 35-in 15-i burada getdi. Gəldik, çatdıq şimal coğrafi qütbünə. Bundan sonra isə 180 dərəcə azimutda hərəkət edəcək. Yəni, cənuba doğru hərəkət edəcək. Deməli, hardan cənuba doğru hərəkət edəcək? Qütbdən. Qütbdən cənuba doğru hərəkət edəcək neçə dərəcə? 35 çıxılsın 15, yəni 20 dərəcə. 90-dan 20 çıxanda nə edir? 70 dərəcə. Deməli, çatdığımız məntəqə 70 dərəcə şimal enliyidir. Yaxşı, bəs hansı uzunluğa çatmışıq? Biz istiqamətimizi dəyişmədən, sadəcə azimutumuz dəyişib. Niyə dəyişib? Çünki qütbə çatandan sonra hara gediriksə gedək, cənuba gedəcəyik. Amma yolumuz eyni qalıb, istiqamətimiz eyni qalıb. Yəni, necə deyim, sağa və yaxud da sola dönməmişik, düz qabağa getmişik. Və deməli, əks olan meridiyana keçmişik. Hansı meridiyandaydıq biz? 53 dərəcə şərq uzunluğundaydıq. 53 şərq uzunluğunun əksini necə tapırıq? 180 çıxılsın 53, yəni 127, amma bu səfər olacaq qərb uzunluğu. Deməli, çatdığımız məntəqənin koordinatları nədir? 70 şimal enliyi ilə 127 qərb uzunluğu cavab olacaq C variantı.
52-ci sualda deyir ki, yerin planetar inkişaf mərhələsinin sonunda yer səthi kütləvi yağışların yağmasının səbəbini müəyyən edin. Yerin atmosferində kosmosdan buz kristalları şəklində su daxil olmuşdur. Xeyr. Əslində temperatur aşağı düşdüyü üçün baş verib də. Yer səthinin qızması nəticəsində buz kristallı xeyr deyil. Qurunun çökməsi nəticəsində Pantalos okean sahəsi genişləmiş. Xeyr, hələ Pantalos yaranmamışdı. Sonradan yaranıb. İqlimin istiləşməsi nəticəsində okean səthindən sürətli buxarlanma olmuşdur. Xeyr, söhbət kütləvi yağışlardan gedirsə, havada olan su buxarı kondensasiya olunaraq yağıntıya çevrilməlidir. Yer səthində temperatur xeyli aşağı düşmüş, su buxarı kondensasiya olmuşdur. Keçək 53-cü suala. Deyir ki, miqyas 1 santimetrdə 60 kilometr olan xəritədə iki məntəqə arasındakı məsafə 8 santimetrdir. Miqyas 1 bölünsün 4 milyon olan digər xəritədə həmin məntəqələr arasındakı məsafəni santimetrdə hesablayın. Deməli, 1 santimetrə 60 kilometr var, bizdə isə 8 santimetr var. 8 santimetrə neçə kilometr düşər? 8-i vuracaq 60-a. Bu da nə qədər eləyəcək? 400, deməli 20, 480. Düzəldi. Mən 8-i 60-a vuranda eləyəcək 480 kilometr. Tamam. Bu hissəni bildik. Miqyasımız nədir? 1 santimetrdir. Yəni başqa bir xəritədə həqiqi məsafə budur. 480 kilometr. Yəni hansı ki o A və B məntəqələri deyək ki, onlararasındakı məsafə 480 kilometr var. Başqa bir xəritədə həqiqi məsafə bilirik ki, dəyişməz. Bu xəritədə isə 1 santimetrə nə qədər düşür? 40 kilometr düşür. Hardan bildik? 5 dənə sıfır silirik miqyasın məxrəcində. Olur 1 santimetrdə 40 kilometr. Bizdə neçə kilometr var? 480 kilometr var. Yaxşı, buna neçə santimetr düşər? Bunu da tapmaq üçün 480-i bölürük 40-a. Bu da eləyəcək 12 santimetr. Testin cavabı olacaq 12. 54-cü sualda deyir ki, xəritə sxemaya əsasən qədim dağların yerləşdiyi əraziləri müəyyən edin. Baxırıq, bir nədir? Kap Əjdaha dağları, düzdür. İki böyük Xinqan dağlarıdır, düzdür. Üç Atlas dağları da olmaz. Dörd olacaq Zagros dağları. Hətta daha çox mən deyərdim Mesopotamiya ilə Zagros dağları da uyğun gəlir, amma hər iki halda da ərazi geosinklinal, yəni Zagros dağlarına düşürsək geosinklinal olduğu üçün olmayacaq. Mesopotamiya ovalıq olduğu üçün bu da qədim dağ sayılmayacaq. 5 Qafqaz dağlarına daha çox uyğun gəldiyi üçün 5 də olmaz. 6 isə böyük su ayrıcı dağlarına uyğun gəldiyi üçün böyük su ayrıcı dağlar da qədim dağlardır. Bunu götürəcəm. Testin cavabı olur 1, 2, 6. Ayrıca adada yerləşən vulkanları bizdən istəyir. İndi bunlara baxaq. Krakatoa vulkanı bəli, adada yerləşir. Cotopaxi vulkanı Cənubi Amerikada yerləşir, ada deyil. Etna vulkanı Siciliya adasında yerləşir. Kolima vulkanı isə yerləşir Şimali Amerikada. Vezuvi vulkanı Apennin yarımadasında yerləşir. Eyjafjallajökull vulkanı isə yerləşir İslandiya adasında. Yəni 6-yı, 3-ü və 1-i götürəcəyik. Cavab burada olacaq 1, 3, 6. 56-da deyir ki, Kars mağaraların yarandığı ərazilərdə əsasən hansı süxurlar yayılmışdır? Mağaranın yayılması üçün ərazidə suda həll olan süxur olur. Yəni biz burada suda həll olan süxurlar seçməliyik ki, həmin bu süxurlar suda həll olsun və yer altında boşluqlar yaransın. Suda həll olan süxurlar nələrdir? Əhəng daşı, gips və dolomit. Deməli olacaq bizdə cavab 1, 4, 6. Artıca 57-ci suala baxırıq. Deməli deyir ki, Cənubi Amerika ilə Şimali Amerika ərazisində mis qurşağı yerləşir. An dağlarından söhbət gedir təbii ki də, bu uyğun gələcək Cənubi Amerikaya. Düzənliklərin formalaşmasında buzlaqları və çayların rolu böyükdür. Söhbət təbii ki də buzlaq relyef formalarının geniş yayıldığı Şimali Amerikadan, xüsusilə də şimal-şərq hissələrində bu uyğun gələcək. Beyi burada yazırıq. Dünyanın ən uzun dağ sistemi deməli An dağlarıdır. 9000 kilometr uzunluğunda bu Cənubi Amerikaya uyğun gələcək. Cənub hissəsində qədim dağlar yerləşir. Yəni hər ikisinin cənubunda əslində qədim dağ yoxdur. Sadəcə Şimali Amerikanın şərq hissəsində olan Appalaç dağları qədim dağdır. Kaledon və Hersin qırışıqlığında formalaşan dağ yerləşir. Bəli, artıq bu fikir Şimali Amerikaya aiddir. Çünki Appalaç dağları Kaledon Hersin qırışıqlığında formalaşmışdır. Yəni B, E, A, C olmalı.
Keçirik situasiyaya baxırıq. Deyir ki, coğrafiya dərsində şagird əvvəlcə siyasi xəritə üzərində Bakıdan 90 və 270 dərəcə azimutla 854 kilometr məsafədə 40-cı paralel üzərində yerləşən məntəqələrin müstəqil türk dövlətlərinin ərazisində yerləşdiyini gördü. Şagird daha sonra fiziki xəritə üzərində məntəqələrin yerləşdiyi ərazilərdə fərqli relyef formalarının mövcud olduğunu müəyyən etdi. ABB məntəqələrinin yerləşdiyi ərazilərin relyefinə aid olan xüsusiyyətləri cədvələ uyğun olaraq yazın. Deməli, gəlin birinci görün məsafə hesablayaq. Hə, baxın, birinci məsafəni gəlin hesablayaq. Görək hansı uzunluqda yerləşirlər. A və B məntəqələri coğrafi koordinatları müvafiq olaraq müəyyən edin. İkisi də Bakı ilə eyni məsafədə yerləşir. Bakı hansı uzunluqda yerləşir? 50 dərəcə şərq uzunluğunda. Neçə kilometr? Sadəcə biri 200, biri 90 dərəcə, digəri isə 270 dərəcə azimutda gedir. İndi deməli hansıdır baxaq? Hə, 90 dərəcə azimutda olan A, 270 azimutda olan isə B məntəqəsidir. Deməli, birinci 90 dərəcə azimutda olan A məntəqəsini tapaq. Bu arada da deməli, baxaq 854 kilometr idi səhv etmirəmsə. Bəli, 854 kilometr məsafə var. Bunu dərəcəyə çevirməliyik. 40-cı paraleldə yerləşirsə, 40-cı paraleldə 1 dərəcəlik paralel qövsü 85,4-dür. 854-ü bölürük 85,4-ə. Gecə 10 dərəcə. 50 dərəcə şərq uzunluğundan bir 10 dərəcə şərqə getsək 60 dərəcə. Müvafiq olaraq qərbdə isə 40 dərəcə şərq uzunluğu olacaq. Yəni koordinatlar bəli A nöqtəsində 40 şimal enliyi ilə 60 dərəcə şərq uzunluğu, B isə 40 dərəcə şimal enliyi ilə 40 dərəcə şərq uzunluğu. Ölkələrə gəldikdə isə bu məntəqəsi Türkmənistana, Qazaxıstan daha şimalda yerləşir. A məntəqəsi Türkmənistanda yerləşəcək. B məntəqəsi isə bəli, Türkiyədə yerləşəcək. Sonra A və B məntəqələrinin yerləşdiyi ərazilərin relyefinə aid xüsusiyyətləri cədvələ uyğun olaraq yazın. Deməli, birinci biz Türkmənistan haqqında yazacağıq. Bu uyğun gələcək Turan ovalı. Yazır burada Turan. Türkiyə ərazisində isə Anadolu yaylası. Yazır Anadolu. Turan ovalığının mənşəyi akkumulyativdir. Anadolu yaylası isə olacaq denudasyon. Aha, bu da oldu bizim situasiyamızın cavabları. Ümid edirəm ki, sizin üçün faydalı olmuşdur. Videonu bəyənməyi, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Təşəkkürlər.